Asan Könüllüləri Təşkilatı Bakıda davam edən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində urbanizasiyada asan modeli, dövlət xidmətlərinin və könüllülüyün rolu mövzusunda panel görüş keçirib. BMT Könüllüləri proqramının Avropa və Mərkəzi Asiya üzrə regional əlaqələndiricisi Zarina Mirabdullayeva, Asan Xidmətin Asan Müraciət ilə İş sektorunun müdiri Əsli İbrahimli və Asan Könüllüləri Təşkilatının sədri Aysima Quliyeva urbanizasiya şəraitində innovativ dövlət xidmətlərinin rolu, rəqəmsal həllərin tətbiqi, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və inklüziv şəhər mühitinin formalaşdırılması istiqamətində fikirlərini bölüşüblər. Panel zamanı urbanizasiya dövründə dövlət xidmətlərinə əlçatanlığın artırılması, könüllülüyün cəmiyyətin inkişafındakı rolu, inklüziv şəhər yanaşmaları haqqında geniş müzakirələr aparılıb.